Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Mən Roma Dağıstanlı. Xahiş edirəm bu kadrı izləyin. Çox baxımlı bir kadr olacaq. Vüsal Əliyevin bu yaxında doğum günü idi. Mən də həmən məclisdə iştirak elədim. Mən Vüsal qardaşıma buradan uzun ömür can sağlığı arzulayıram. Uğurları hər bir zaman bol olsun. Vüsal Əliyev heç vaxt nə televiziyada, nə də kiminsə məclisində, xeyir işində heç kimə qarşı hörmətçilik etməyib. Vüsal qardaş dəyərli şəxsiyyətli, özünə hörmət edən müğənnilərdən biridir. Amma təəssüflər olsun ki, Kəmalə Günəşin kadrı çıxdı qarşıma Vüsal Əliyevin ad günündən. Üstüz nətərdir? Mən hər bir zaman çıxışlarımda demişəm ki, Kəmalə Günəş kimi oxuyanları müğənnidir, oxuyandır. Oxuyanları məclislərə dəvət etməyin. Vallahi etməyin. Sözümü deyirəm, dalında da dayanmam. Kəmalə Günəş özün elə aparır ki, elə bu yer kürəsini bu Kəmalə Günəş yaradıb. Sən kimsən? Yer kürəsini sən yaratmışsan. Bir balaca orada gör, səndən başqa mindən çox insan olub bu məclisdə. Sən attığın addımı hansı bir müğənni atıb? Özü qaldırıb qoymuşsan dağın beyninə. Bir balaca yeni. Bir balaca yeyin. Görün nə qədər insanlar sizə saytda yazırlar. Nasıl atıl düşməklə müğənni olur? Allah Vüsal Əliyevə can sağlığı versin, uzun ömür versin, həyatında işində uğurlar arzulayıram. Vüsal Əliyev dəyərli şəxsiyyətdir, dəyərli dostdur, dəyərli sənətkardır. Vüsal Əliyev indiyənə kimi heç bir adamın məclisində hörmətçilik etməyib. Kəmalə Günəş, sözüm sənə. Nə qədər videoların çıxacaq qarşıma, mən paylaşacağım onu. Xahiş edirəm bu videonu izləyin və paylaşın. Mən Roma Dağıstanlıyam.